canlı Quranlardır. Həzrəti Fatıma anamız vəhyin qızıdır. Biz ora biraz başqa cür baxmalıyıq. Gerçəkdən o üfüqdən baxdığımız zaman, qurban olduğumuz həyat kitabı olan Quran-ı Kərimin üfüqlərindən baxdığımız zaman ora tamam başqa olur. Hər birisi batmayan bir günəş önümüzə çıxıb. Necə günəş bütün varlığı ilə, şəfqəti ilə hər şeyi isitdiyi kimi, nə zaman dönsək, yönəlsək onlara, onlarda sevgi görürük, onlarda mərhəmət görürük, orada şəfqət görürük, böyük bir əxlaq görürük, böyük bir həm zahirdə elm, həm batində bir elm görürük. Bir örnək vermək istərdim. İslam alimlərindən böyük biri İmam Əbu Hənifə adlı böyük bir zatlardan birisi. Hənəfi məzhəbinin həm də müəssis, qurucusu olan bir zatdır. O məlum zəmanəsinin böyük alimi olan imamımız İmam Cəfər Sadiq əleyhissalamındır. 2 ildə mənəvi dərs alıb. Günlərin bir günü dərsə getdiyi zaman imam biraz yaşca da ondan böyükdür. Hətta atası olduğu da kitablarda göstərilir ki, anası ilə evləndiyi ikinci bir evliliyi olduğu da söylənilir. Və beləcə imamın əlində əsa görür. Deyir ki, ey ustad, deyir, yaşlaşmışsınız, qocalmışsınız. Deyir, xeyr, bu Allah Rəsulundan gələn bir əsadır. Babalarımızdan köçdü gəldi. Dərhal İmam Əbu Hənifə o əsadan öpmək istəyir. Amma saxlayır, deyir ki, sən o əsadan öpmək istəyirsən. Amma o şəcərənin canını, qanını hüceyrələrində daşıyan birisi ipiz, deyir. Yəni, bu yönüyle hansı zamana baxsaq, hansı dövrə baxsaq, onlar bir mənəvi rəhbərdirlər. Günümüzdə də mənəviyyatımızın əsl, belə deyək ki, inşa edən ustadlar bir yönüyle baxdığımız zaman Əhl-i Beytdir. Əhl-i Beytə belə hörmət göstərmək boynumuzun borcu, onlardan örnək göstərmək isə təbii ki, vəzifəmizdir.